əsas vaxtı alan və developmentı rahatlaşdıran məqamlardan biridir. Custom hooklar nələrdir? Misal üçün, bizim, bax bu demo white-dır da, düzdür, bu bizim layihədir. Bir dənə baxaq, bəli, elə demo white idi, buydu, səhv etmirəmsə. Tak, npm run dev, bir dənə bunu eləyim, xodlayım, baxım görüm, buydu mu? Hə, elə bu haqda biz danışırdıq. Okey. Misal üçün də bizim burada əsas məsələlərdən biri, yəni ki, development vaxtında responsivlidir. Bir dəqiqə gördüyün kimi bizim heç bir responsivliyimiz yoxdur. Responsivlik ümumiyyətcə nədir? Responsivliyin nə olduğunu bilirsənmi, Rüfət? Yəni yığdığımız veb-sayt hər bir ekran ölçüsünə uyğun olmalıdır. Hər bir ekran ölçüsünə uyğun olmalıdır. Bəli. Elədir ki, var. Əgər biz Tailwind işləsək, Tailwindin müəyyən bir klasslar var. Onların hansı ki, sən yəqin ki, özün də bilirsən. Bu MD-də belə görsənsin, filan yerdə belə görsənsin, bəs məkan yerdə belə görsənsin. Bu stylingə aid olan bir şeydir. Okey. Və gəl misal üçün bir dənə belə bir hook yaradaq. Hookları yaratmaq üçün ümumiyyətcə bax belə bir hooks deyə bir folder yaradıram və bura bütün mən bizim global layout-a aid olan hooklardan istifadə edəcəm. Və burada olsun misal üçün use mobile.ts JS-dir, pardon. Biz JavaScript işlədirik hələ ki, use mobile JS olsun, problem yoxdur. Və buradan export function use mobile və bu bizim use mobile'ımız bizim üçün nə eləyəcək? Səsim yaxşı gəlir, eşidirsən sən məni? Bəli, bəli. Əla. Ümumiyyətcə bizim belə bir anlayışımız var ki, biz bütün hookları use-la adlandırırıq. Yəni ki, çünki bunlar reusable olacaq və harada ki, mən bunları işlədəcəm, bunlara mən use deyəcəm. Okey, bundan sonra. Və deyirəm ki, misal üçün də burada bir dənə state elan eləyirəm. State nə olacaq da? Misal üçün mən bu use mobile nəyə görə lazımdır ki, mən bax bu ölçüdə misal üçün 768-dən aşağı gəlib düşəndə, 768-dən aşağı gəlib düşəndə artıq məndə burada burger menü, bunun əvəzinə, adi menünün əvəzinə burada burger menü mənə gəlsin. Okey? Yəni ki, bu getsin, burger menü gəlsin. Tamam mı? Bunu nəyə görə mən sənə izah edeyim? Çünki hər bir belə deyək də, istər CRM yazaq, istər dashboard yazaq, istər web application yazaq, nə istəyiriksə yazaq, söhbət webdən gedir, desktop applicationlardan gedir. Hər bir belə deyək də, sadaladıqlarımın bir headerları olur. Header də yəni ki, nədir? Başlığına, yəni navigasiya. Haradan ki, biz navigasiya edirik və bu belə deyək də, ən common bir practice-dir. Və mən, misal üçün, hər layihəmdə bunu bu qaydada yazıram. Misal üçün, 2 dənə mənim navbarım olur. Biri mobile navbar olur, biri desktop navbar olur və hansı ölçüyə mən gəlib çatıramsa, 760-dan yuxarı, 768-dən yuxarı ya da ki, aşağı, həmən mən belə deyək də, menunu orada təqdim edirəm. Bu, həm rahatdır, həm də ki, reusable-dır. Sən həmən komponentdə sabah hookları sadəcə olaraq digər başqa bir layihələrinə də rahatlıqla köçürdə bilərsən. Okey? Misal üçün mən deyirəm də, burada function-da bir dənə üzr istəyirəm. Hə, Ömər, nə istəyirsən? Hə? İnternet həniyyətu? İnternet var, Ömər. Ömər, internet var. Geç. Tak, значит, üzr istəyirəm. Belə bir is mobile və set is mobile deyə bir state yaradıram, use state. Və bu hookun içində, bu state'i mən daşıyacağım şeydən, gətirəcəm React-dan və burada mən deyəcəm ki, sırf bunun üçün də, indi mən buradan şey eləyir, burada deyirəm type of window. Type of window.
Bunu sadəcə bir dəfə yadda saxlamaq lazım. Bərabər deyilsə, bunda məndə şeylər durub deyə bu yəni ki, bax budur da, yəni ki, bax belədir. Biraz sadəcə o birləşik. Bərabər deyilsə, əgər undefined, yəni ki, bir ekranımız var bizim undefined-da. Onda window inner width mən 768 deyə bilirəm. Çünki 768 mənim həmin dediyim o qırılan nöqtədir də. 768. Yəni 768-də görürsən, hətta burada belə məndə 768-də bu padding yaranırdı. Padding dediyimiz qıraqdan məsafələr yaranır və bu login gəlir ortaya. Və mən adətən çalışıram ki, belə bir konstanta yaradım. Mobile const, bu sənin üçün gələcəkdə mobile width 768 və artıq burada bunu hər yerdə istifadəyə yüz edirsən də mobile width. Okey. Yəni ki, bu 706 belə də yazmaq olar. Biraz sadəcə olaraq bu semantikadır. Belə yazmaq mənim üçün daha rahatdır. Sən istədiyin kimi yaza bilərsən. Okey? Və mən buradan heç bir JSX qaytarmadığım üçün return hər hansı bir JSX qaytarmadığım üçün mən bunu burada TS yarada bilirəm. JS daha doğrusu yarada bilirəm. Bizə JSX o zaman lazımdır ki, biz hər hansı bir HTML qaytarırıq. Mənimsə case'imdə mən burada bir use effect yaradıram. Use effect yaradıram. Və use effectin içinə deyirəm ki, və burada da bir dənə belə bir, bunu da dartıram, gətirirəm React-dan və mən deyirəm ki, əgər type of window undefineddirsə, onda çıx ümumiyyətcə. Yəni ki, sən əgər ekranı tapmamısansa, onda çıx gələn. Burada bir type of window əgər undefineddirsə, bax belə bir, onda çıx ki, return. Return neyinir? Return'dan sonra özün bilsən də heç bir, bura mən nə yazsam falan filan, bu işləməyəcək. Bəli, yəni ki, burada indi əgər mən burada deyəcəm ki, return elə, return. Bu ucu görsə, hətta məndə burada ucu belə bozarır, deyir ki, return'dan sonra heç nə işləməyəcək. Yəni ki, burada da bizim case'imizdə də, return əgər bu undefined olsa return olacaq və bundan aşağıda gələn kodlar artıq compile olunmayacaq. Okay? Bir dənə konstanta yaradıram. MQL mən bunu həmişə adlandırıram. Və gedirəm match media. Bəli, window.match media. Match media nədir? Yəni ki, gedir mənim ekranımın aktual olan enini götürür və mənə gətirir bura. Və mən buna deyirəm ki, bax belə, hətta çıx bir piksel. Və piksel. Bəli, bax belə bu qaydada MQL window match media, burada template little açıram, bunu belə mobile width, hətta mobile width deməyək buna, əslində bu olmalıdır mobile breakpoint, bax belə mobile breakpoint, bax belə daha düz olar bunu adlandırmağa və bəli, artıq bu məndə bax bu formada bir pikseldən çıxıram ki, məndə daha düzgün o həmən şey belə deyək də enini tutsun, orada qırılsın. Const deyirəm ki, handler bərabərdir, misal üçün bir dənə eventə mən buradan bağlanıram və deyirəm ki, set is mobile match media. Əgər biz TypeScript işlətsəydik, burada buna type da verəcəkdik. Type-ı da olacaqdı onun media query listindən, amma bunu birazdan şeydə gələcək. Bu artıq Windows-ya bağlandım deyə bunun bir eventi vardır. Mən o eventlərə bağlanabilirim. MQL add event listener. Çünki bu match medianın artıq Windows-ya mən bağlanıramsa, məndə belə deyək də, buna mən event qoşa bilirəm. Change handler və sonra da deyirəm ki, return bir function, ki bu bunu təmizləsin.
Burada da mən qaytarırım return is mobile. So, export, burada da deyirəm ki default function use mobile. So, və gəlirəm mən həmən bu header'ın içinə. Haradaydı məndə layout idi, root layout yox, components, navbar, okey, navbarda budursa və mən deyirəm ki buradan Dartkindən const mobile is mobile'dan mənə bunu çəkkinə və burada deyəcəm ki buna əgər bu is mobile'dırsa mənə bir dənə burger menü qaytarsın da deyək. Bura deyək ki, hətta bunu ayrıca bir komponentə mən çıxardım. Belə deyək də, mobile nav nöqtə tsx mobile nav.tsx tak, və burada deyəcəm ki buna necə? TypeScript-lə yaratdınız. TSX məndə öyrəşib TypeScript-lə işləmək. Tak, TypeScript və burada return edirəm. Bir dənə burger menü. Bizim Lucid React-ımız var. Lucid React Icons da deyək də. Lucid Icons. Sən görsən burada misal üçün burger birbaşa deyir, menü desə, menü copy JSX deyək ki, copy JSX lap belə olsun da və bura deyəcəm ki return nə, bir dənə button olsun deyək, button class menü, burada menü icon olsun, bu da gəlsin elə Lucid React-dan, import Lucid React-dan. Bunu burada indi bu klasslar əslində tailwind məndə bura quraşdırılır. Yox, React-ın özündə artıq var. İstəsən əgər, bax belə bir React icons var. Bunu bilirəm. Yəni burada prosta npm eləyirsən. React burada da hamısı var. Burada Lucid React var, Lucid da var, Hero da var, Font Awesome var, Bootstrap'ın Ant-Design iconları var. Hamısı bunun içindədir. Bunu bax belə götürüb işlədə bilərsən. Bunu bir dəfə quraşdırırsan, burada nə iconlar var, nə iconlar yoxdur, hansılar təzə yaranıb, Radix'in şeyləri var. Radix'in üzərində də artıq Shotcn işləyir, nələr işte GitHub'ın icon. Hamısı buradadır, daxil, karoş. Mitkortka. Okay, yəni bunu belə götürüb use edə bilərsən. Və deyirəm ki, əgər bu belədirsə, is mobile-dırsa, heç bunu mənə lazımdır. Mobile nav gəlsin mənə. Mobile nav-daki mənə hardan gələcək? Mobile nav buradan. Tak, mən burada nəyi səhv etmişəm? Bunu fragmentin içinə bağlamalıyam mən bir dənə. Tak, bunu bir dənə mən fragmentin içinə bağlayayım. Və bu nav da gəlsin bura, bu da gəlsin bura, hamısı girsin bu fragmentin içinə. Tak, əgər budursa budur, əgər o deyilsə o bursudur. Gəl gedək bir yoxlayaq görək ümumiyyətcə bir düz quraşdırmışıq, quraşdırmamışıq ümumiyyətcə. Use context. Tak. Yenə gəldi bizdə burada dirəndi. Nəysə hardasa deyəsən Lucid React-dadır elə səhv eləmirəmsə problem. Yaxşı, deyirəm ki, lab npm install package bu deyəsən Next-in içində gəlir. Lucid React. Ola bilsin ki, olmasın, amma olmalıdır. Tak, və npm run dev 5173 nəysə həqiqətən də belə idi. Tak, deməli bu gəldi, amma bu hələ ki getmədi. Yəni bu da qaldı burada.
Onda mən belə deyirəm də buna. Əgər ismobile-dırsa bu, ismobile-dırsa bu, əks halda bunu biz yığışdırmalıyıq da, düzdürmü? Deməli mən bunu iki cür eləyə bilərəm. Əgər ismobile-dırsa elə bunu, əks halda göstər mənə class-2 bu navigation. Yoxsa əks halda da göstər mənə bunu. Nə qədər yoxlayaq. İndi bu nədir? İndi bu gəldi, bu getdi. Bu gəldi, bu getdi. Bu gəldi, bu getdi. Və yaxud da başqa cürə də edə bilərik. Belə eləyək. Bunu qaytaraq öz yerinə. Bunu qaytaraq öz yerinə. Burada deyirəm ki, if ismobile return mobile enough. Və bunu da buradan yığışdırıram. Buradan da bu fragmenti yığışdırıram. Buna ehtiyac qalmır artıq. Səhv etmirəmsə və əgər 700 burada da düz işləyir. Yenə də həmən o return söhbətidir. Çünki return'dən sonra artıq bu hissə compile olunmayacaq. Daha rahat, daha qısa. Okay? Burada suallar qaldı. Yo, başa düşürəm. İlk səfər gördüm. Deməli, əla. Qarışıq gəldi. Tak, sənə evə tapşırıq. Burada mən use mobile yaratdım. Sən bir dənə şey yaradarsan. Use tablet .gs provide your code here. Sən buna baxıb use tablet yaradırsan, sonra da bunu bax bu formada 992 tablet bırax gəl 1068 eləyək. Hətta mən bunu sənə yazacağam bura. Const tablet breakpoint 1024 qoyulsun. Hə, hətta bu export edeyim ki burada error kimi görsənməsin. Buna fikir vermək kimi. Okay? Bəli, Tak. Sadəcə bunu konstantan əgər mən elan edirəmsə hardasa gəlir işlədiyimdə belə deyirəm ki error olmasın. Tak. Bu getdi bizə commit olundu bura. Bunu sırası GitHub-a atırıq. Okay. Bu bir cürə bizim belə deyək də şeylərimiz idi. Nə idi adı? Bir növ bizim hooklarımız idi. Elə rahat, reusable hooklar idi. Gəl indi theme provider eləyək. Theme provider nədir? Deyək ki də, misal üçün, bizim temanı ağa, qaraya, qara, light mode, dark mode da. Yəni ki, bir dənə çalışaq, onu da canlandıraq. Görə bizdə nə alınır? Yoxsa ümumiyyətlə alınır, yoxsa alınmır? Tak, bizdə JavaScript-dir, hə? JavaScript olduğuna görə bir balaca burada biz bir dəqiqə problemlər yaşaya bilərik, amma yaxşı, heç nə olmaz. Və biz səninlə bugün iki növdə yaradacağıq. İki növdə. Bunun biri state management-nə yaradacağıq. State management bizdə nə sayılır? Bu Redux-dır, sonra Redux Toolkit-dir, Mobix-dir, Zustand-dır. Bunlar hamısı state management-lərdir. Redux haqqında da danışa bilərik. Redux haqqında mən sənə bugün Zustand-ı göstərəcəm. Zustand çox rahat bir state management'dır. Yəni ki, sadəcə bunu yazmaqla kifayətlənir ki, bizdə bir balaca hansısa bir state yaransın. Yəni ki, commons-dır ki, reusable state. Bunu da ki, mən sənə atıram indi bura. Bax, belə bu formada. Bax, belə. Zustan'dır. İndi bununla tanış olacaq birazdan. Sonra Redux və Redux Toolkit, onun kitabxanaları Redux Toolkit olsun. Redux Toolkit. Bunun haqqında da biraz oxuyarsan state managementlərdən. Əslində bunlar biraz
biraz qlobal mövzulardır, amma sən üzərindən biraz oxuyunan gələcəyinə indi davam eləyərik də onunla. Və use context, React-ın özündə use context var. React context. Create context bu React-ın özündədir. İndi gəl ondan istifadə eləyək. Görək bu bizdə ümumiyyətcə nə şeylər verir, nə funksionallıqlar verir. Və bura bir dənə hook yaradıram. Adını deyirəm ki, misal üçün də Tem. Əslində bu layout-a aiddir. Ona neçə qoy olsun burada ki, sənə qarışmasın. Tem provider JS əslində JSX not Tem provider qaytaracaq ona görə. Tak, və biz burada nə eləyəcəyik də? Tak, export function temp provider və bu children qəbul edəcək. Children bilirsən də nədir? Kiçik elementdə, yəni burada Kiçik element. Kiçik element. Yox, kiçik element deyil. Misal üçün, gəl yaxşı, childrenlar haqqında birinci danışaq, ondan sonra gedək digər hissələrə. Misal üçün, biz axı sənin işlətmişdik layoutun içində childrenları səhv etmirəmsə, outlet işlətmişik, burada da outlet işlətmişik. Gəl onda, outlet sənin yadındadır, nədir? Bəli. Nə idi? Root olan bir şeydir, yəni. Aha, nə? Səhifənin keçidini tamamlayırdı. Login, Yox. registrə qoşmuşdum orada. Yox. Ha, o deyil. Dilləş. Yazığa sal. Mən də hələ ki bir dənə çay içim. Tamam. Yazığa sal. Outlet nə idi? Əgər bir şey bilmirsə, belə bir şey belə. About var. About-a klikləyirəm, həm company, about company var, həm də about məsələn personal var. Burada outlet yazırdıq ki, about-un özünün içində də 2 dənə children var. Onlara klikləyəndə həmin səhifələrə keçid edir. Outlet-i burada istifadə edirdik məsəl üçün. Bax. Gəl belə eləyək də, Rüfət. Əgər bir şey bilmiriksə, onu başlayaq search eləməyə. Search edirik Google-da birinci. Ekranı paylaş baxım. Yəni ki, bizim research development-da o da vacib məqamlardan biridir. Hər şeyi əzbərdən bilməsək də olar, amma gəl şey eləməyək də, göydə quş tutmayaq da. Parent rootda istifadə olunur. Child'ların İngilis dili nə səviyyədədir? Çox da güclü deyil. Mən özüm Polşada yaşamışam. Prosta gələndən işlətmirəm deyə dilim ölüb. 2 il orada yaşamışam. Orada istifadə edirdim. Gələndən, yəni readingim yaxşı, prosta artıq əvvəl kimi yəni işlədə bilmirəm. Okay. Gəl aşağı, gəl aşağı. Birazdan. Biraz da aşağı. Get. Aha, outlet tapdın. React router'da outlet aşağıda. Ha, burası. Bəli, birincilik. Bəli. Deməli, bax Azərbaycan var orada. Görsən Azərbaycanı. Bəli. Fransız. Aha. Yox, İngilis dilini oxumaq lazım deyil. Oxu. Nədir outlet? Uşaq marşrutu uyğun gəlmirsə, ana marşrutun uyğun uşaq marşrutunu və ya heç nə göstərmir. Aha. Nə başa düşdün buradan? İngiliscə buna daha heç nə. Hə, heç nə başa düşmədin. Renders. Bax, ekrana baxırsanmı? Hə. Bu bizim demo bitimizdir, düzdürmü? Mən bir dənə bizim router bizə nə edir?
Yəni ki, router bizə bu re-renderdən bizə azad edir. Yəni ki, mən harasa keçid eləyəndə, hansısa səhifəyə keçid eləyəndə, bu mənim səhifəmi reload etmədən bu səhifələrə keçid təmin edir. Düzdürmü? Bəli. Bəli, əla. Mən bizdə burada bax bu şeyi harda işlətmişəm? Root layout, yəni ki, main layoutda da bura navbar vermişəm. Bir dənə bura gəldiyəm footer. Footer komponenti verirəm. Bura footer olacaq məndə. İndi bir dənə bura bax. Görürsən bu footer bura gəldi. Hətta bu footera bir dənə styles verəm. Style background-la color white. Okay. Misal üçün deyirəm ki, hətta height 100 piksel, padding olsun 20 piksel. Okay, bu bizim footerimiz olsun bundan sonra. Okay. Və hətta deyirəm ki, margin, yox, margini vermirəm bura. Ümumiyyətcə, color white, biraz da font size bunu verək 1.5. Margin nə bilim nə. Okay. Bu da bizim footerimizdir. Gördün? Bu footer kontakt səhifəsindədir. Görsənmi? Bu about səhifəsində də var. Home səhifəsində də var. Düzdürmü? İndi bax bu bizim navbarımızdır. Bu isə bizim footerımızdır. Hara keçsək, hansı səhifəyə keçsəm, keçirəm. İndi bu səhifə yoxdur. Bu səhifə də olsaydı orada da olacaqdı. İndi mənim logindən başqa. Çünki loginin layoutu başqadır. Burada navbarla footer yoxdur. Mən onu əsas rootda göstərmişəm. Root T6'də. Görürsən, burada root layoutda məndə olan elementlər hansıdır? Users ID. Misal üçün deyirəm ki, login yox, Rüfət. Rüfətin səhifəsi deyək və burada hansı olacaq? Misal üçün də olsun elə counter olsun. Counter. Components counter. Okay. Və hardaydı? Hara getdi bu? Tak. Və bura yazıram ki, Rüfətin səhifəsi. Nətər yazmışdım mən orada səhifəsini? Rüfatın. Okay. So, bu da mənim bu counter'ımdır. Okay, counter result. Toggle chain falan, indi bunlar, burada hətta vardı toggle chain. Okay. Bu toggle chain'lə hələ biz davam edəcək. Təqrası ki bu. Tamam. Bu bizim nədadır? Əsas biz hansı səhifələr bu root layout'un içində hansı səhifələrə keçid etsək və bu root layout. Çünki root layout niyə? Root layout'un içində bizdə nə var? Bax, mənim burada navbarım var və bu footer'ım var. Və mən bu navbarla bu footer'ın arasında bütün komponentləri eləmişəm outlet. Outlet, yəni ki, bu gəlir şey mənasına çıxır da. Yəni ki, bütün bax, hansı ki mən burada rootda tanıtmışamsa, rootda tanıtdığım. Root'un children'ların hansı outlet'dir, elə bil. Bəli, yəni ki, bax, bunlar hamısı hansı səhifəyə mən keçid edəcəmsə, bu root layout'un içində hansı səhifəyə keçid edəcəmsə, onlar hamısı bax bu navbarla footer'ın arasında olacaq. Yəni ki, hamısında navbarla footer olacaq. Tamam? Hə. Anladın? Burada qaranlıq nəsə qaldı? Yox. Əla.
Yani ki bax bu content var ha, bax bu content var ha, bax buradaki olan content var ha, bax bu main. Bax bu nav buradadır. Görsənmi? Footer buradadır. Bax bu main içində hansı səhifə keçid edirəm edim. Bax bu main gələcək mənə bax bu navbarla footerın arasında. Və bunu təmin eləmək üçün React Router re-rendersiz, yəni ki SPA, Single Page Application məntiqi ilə, single page application məntiqi ilə mən hansına klikləyirəmsə klikləyim mənə bura. Mən bura əlavə nəsə footerdan da başqa eləsəm, footer deyəcəm ki, Rüfətin səhifəsi, link to Rüfətin səhifəsi, linki çəkirəm mən React Router domdan. Okay, Rüfətin səhifəsinə atdı məni. Okay, mən bura gəldim, yəni məni Rüfətin səhifəsində mənə atıracaq bura. Yəni ki, bu qalacaq artıq burada həmişə. Yəni ki, bura mən nə olursa 1000 dənə komponent yarada bilərəm. Onu wrap eləyə bilərəm root layout'un, bu router root layout'un içində bura əlavə eləyə bilərəm 1000 dənə komponent. 1000 dənə komponent bura əlavə edirəm. Nə qədər ki bu root layout'un içindədir. Bu root layout da mənə navbarı göstərəcək, footer'ı göstərəcək və onun arasında olan bax bu content həmən o outletdə dəyişir. Hər dəfə dəyişir. Fərdindən asılı olaraq dəyişir. Okay? So, bunu yadında saxladın. Əhsən, super. Yəni ki, bir növ childrenlardır. Children isə nədir? Misal üçün mən bir dənə komponent yaradıram. Komponentin adını qoyuram ki, olsun misal üçün nə? Button komponenti olsun. Button JSX. Export default button. Export default function button. Bir dənə custom button yaradıram. Return bir dənə mənim buttonum olacaq, düzdürmü? Və bu buttonun bir dənə style'lar olacaq da. Style, background, blue, color, white, nə bilim, nə, background olsun, heç bu padding, border radius 5 piksel, nə bilim, nə. Okey, fərqi yoxdur. Və mən bu buttonu hardasa çağırıram. Elə əsas səhifədə çağıracağım. Elə ki, bu Rüfətin səhifəsi yaşqıl qalsın. Bu da burada. Button'dır, temp provider'dır. Navbar, mobile navbar, home page'im hardadır. Elə about page'imdə olsun. Bir dənə button mən çağıram. Buttonu mən çağıram. Bax belə. Button. Və bunu bir dənə fragmentin içinə bağlayıram ki, bu belə olsun. Okey. Deməli, about səhifəsində də həmən bu buttonum gəldi. Görsən, buradadır bu button. Hətta buna deyirəm ki, div styles background da demirəm. Bir dənə padding olsun. Burada 20 piksel. Hər tərəfdən. Ki, görə bilək. Border radius da mənə lazımdır. Bir dənə padding'ım olsun, bax belə. Bu buttonum məndə var, düzdürmü? Amma mən bu buttona nəsə bura yazsam arasına, mən heç nəyə göstərməyəcək. İndi mən neyiniyim? Bunu göstərsin deyə mən bura bir dənə title yazım, sonra bunu buradan pozum, sonra gedim bu buttonun içində bir dənə title qəbul edeyim, onu sonra yazım bura, title, düzdürmü? Yəni ki, bu əslində çözümdür. Yəni ki, bunu göstərəcək. Bunu göstərəcək. Amma bu hər dəfə mən istəyirəm dəyişən olsun da. İstəmirəm, bax, burada belə formada olsun. Yəni, temp provider hanı about səhifəsində. Title-ını ötürmək istəmirəm. Mən istəyirəm adi button kimi işlədim də bunu. Button.
Və bura mən button içində nə yazsam, onu göstərəcək də. Düzdür? İndi bunu style versəm mən buna, nə bilim, background olsun burada red. Bu native'dir də, düzdürmü? Border, radius, kursor, nə bilim nə. Hə. Mən də istəyirəm bu da adi button kimi özünü aparsın da. Titlesız zatsın istəmirəm, native özünü göstərsin. Və istəyirəm burada həqiqətən bu qalsın. Bu qalsın. Amma belə göstərmir mənə. Bu button kimi göstərmir. Bunun üçün mən nə edirəm? Mən gedirəm burada bu title'ın əvəzini deyirəm ki children. Children və bu children'ı burada göstərirəm. Children. Children nədir? Children odur ki, mən bax bu iki dənə tagin arasına nə ötürürəmsə, bu bunun uşaqları, bax bu bunun uşaqlarıdır. Bu atasıdır, bu anasıdır. Arasında uşaqlarıdır. Uşaqlarını qəbul edir, amma qəbul eləməyini mən burada göstərməliyəm. Və mən bura nə yazsam, yəni ki, onun bu button'ın arasına nə yazsam, children kimi qəbul edir, gətirib bunu burada mənə göstərir. Görürəm ki, həqiqətən də belədir. Gördün? About deyirəm ki, la göstərəcək. Yəni, deyəcəm ki, on click. Ucu burada əlavə olaraq bu button'ın hansı xüsusiyyəti var? Misal üçün də about-da. Mən buna deyə bilərəm ki, on click. On click, alert, hello. Düzdürmü? Bunu klikləyirəm, həqiqətən alert hello verir mənə. Bunu klikləyirəm, heç nə yoxdur. İndi deyəcəm ki, on click, alert, nə bilim, bye bye. Gəlirəm, klikləyirəm, abla, heç nə yoxdur. Deməli, bunu on click kimi özünə aparmaq üçün yenə də bura ötürəcəm. On click'i burada göndərirəm və bu button'a deyirəm ki, on click'də elə on click'i. Hə, indi klikləyirəm, həqiqətən də bye bye. Hi, bye. Hi, bye. So. Və bunu nəyə görə lazım? Əlbəttə ki, mən burada button-da istifadə edə bilərəm və button nədə adı? Deyə bilərsən ki, mən bu boyda şey nə yaradır? Amma bu button hələ style'lar indi belədir. Bu button min cürə funksiyonallı ola bilər, nə ola bilər. Və təsəvvür eləginən ki, mən bu button'ı hələ bu boydadır da, yəni oxunaqlı deyil. Və 3-4 dənə button növü ola bilər. Yəni, bizim ümumi layihəmizdə hara gedirsən getkinə, yəni bura gəlsə, bura baxacaqsan ki, yəni ki, bunların irəli geri 3-4 dənə variantı var. Biri göydür, biri qırmızıdır, biri bozdur. Bunlar da ki, bir növ buttonlardır, okey? Yəni ki, bizim ümumi layihəmizdə 3-4-5 dənə növ buttonlar var. Və hərəsinin öz funksiyonallığı, öz style'ları, öz hover'ları, öz section'ları var. Mən bunu buna görə bir dəfə burada yaradıram. Buna lazım olan style'lar falan verirəm. Sonra harada mənə lazımdırsa, children kimi onu götürürəm, istifadə edirəm. Bu qədər basit. Hətta bunu indi on click bu boyda yazmışam. Bunu da yaza bilərəm ki, misal üçün də handle click, alert bye bye. Və bunun da əvəzinə bura handle click ötürə bilərəm. Bu da məndə bu formada qısalaşır. Yəni ki, sən yazdığın kod birincisi nə eninə, nə də ki uzunluğuna artmamalıdır. Oxunaqlı olmalıdır. Developerlar səndən sonra, girəndən sonra istər arxitekturanı, istər də ki, komponentin özündə başa düşməlidirlər ki, hansı, hardan, necə gedir, necə gəlir. Yəni, bu sənin profesionallığını göstərir. Əgər sən bunu eləməsən, nümayiş etməsən və bir dənə qızıl qayda bunu ümumiyyətcə yadında saxla. Qızıl qayda da odur ki, hansısa şirkətə indi gələcəkdə düzəlsən, eləsən, sən bildiyin texnologiyalar, misal üçün də React-dir, sən işlədiyin bir dəsti xət var da, düzdürmü? Əgər sən layihəyə sıfırdan girmirsənsə və yaxud da ki, sənə böyük bir korporasiya girmirsən, hansı ki 100 dənə, 500 dənə, 50 dənə layihə ilə işdir və sən hansısa layihəyə daxil edirsə və o layihə sıfırdan başlanmırsa, misal üçün front kimi ona girirsən, başlayırsan, sən orada müəyyən hissənə girmirsən, sən onu öz dəsti xəttinə yox, onların dəsti xəttinə uyğun başlamalısan yazmağa. Okay? Hətta mən indi sıfırdan da mən işlədiyim yerdə də, mən üçün, misal üçün müəyyən
UI kitlər falanlar var, hansı ki mənə xoş deyildi, onlarla yazma. Mən deyirəm ki, o optimal deyil, o daha belədir, nə daha optimallar var falan filan. Amma deyir ki, bizim digər layihələrimiz belədir və biz onu sabah dəstəkləmək üçün sən yazdığın koddan, sən bu gün varsan, sabah nədir, havanın xoş gəldi, çıxdın getdin başqa bir şirkətə. Misal üçün də sənin üçün də elə ola bilər. Hə, bizim dəstək xəttimiz nə yazır? Sən də onların dəstək xəttini yazmalısan. Yəni ki, bu ucu belə deyək də müəyyən bir qaydadır. Okay? Yəni ki, bu cür təcrübələr sənin gələcəkdə rastına çıxacaq. İstərsiniz. Gördüm bir dənə Button, mən bunu belə yazmışam. Gör bir dənə adi Button gör nə boyda olub. Bunun əvəzinə bir dənə bir sətirdə olan Button. Yəni ki 12-dən почти 22-yə qədər də 9 sətrin əvəzinə bir sətr. Bu daha oxunaqlı deyilmi? Oxunaqlıdır daha. Tak, yaxşı. Hətta daha da çox idi. Mən prosta style'lar hələ saydım. Все. Yəni ki, bu boyda kod görün optimallaşdı. İndi mən bunu qaytarsam əgər yəni ki 26 sətr idi. 26 sətrin əvəzinə hətta bunları da postaq biz kod oldu 14 sətrin içində. Hələ bu handle kliki də biz belə eləyə bilərik. Çünki biz bir dənə return edirsək, buna ehtiyac qalmır bizə. Все. Gördün, o da oldu 12 sətr. Sağ ol. Все, bu kadar basit. Children'larda, başa düşdün, anladın? Children nə üçün lazımdır? Əla. Children'larda sənə bir dənə commit edirik. Commit edirik. Update, about, button, added footer, cleaned out. Boş neyse. Children'da getdi sənin üçün ora. Və biz qalmışdıq harda? Temp provider'da. Nəsə başa düşmürsənsə, Rüfət, mütləq onu təkrar məndən soruş. Yaxşı? Tak, və biz qayıdırıq temp provider'da. Və temp provider biz nəyə görə qayıdırıq? Çünki həmən burada children istifadə edəcəm. Children. Nəyə görə mən children istifadə edəcəm? İndi onu görəcəksən də sən. Və deyirəm ki, const mənim bir dənə tem olacaq. Set tem, misal üçün default olsun light. Ağ renkli olsun default. Use state'im mənə bura gəldi. Və deyəcəm ki, const toggle tem. Toggle tem bərabərdir məndə nəyə? Toggle tem bərabər olacaq məndə. Heç buna ehtiyac yoxdur. Bir dənə burada set tem deyəcəm. Light, dark, light. Все. Light, dark, light. Все. Və deyəcəm ki, burada return nə? Tem context provider. Tem context provider toggle tem. Bəli, və bura children'ları mən qəbul edəcəm. Və bu tem context mənə əslində hardan gəlməlidir? Tem contextdə mən bax belə deməliyəm. Tem contextdə, bax context belə yaranır. Const tem context create context. Create context də mənə gələcək React-dan. Все, bəli. Və burada da bir dənə hook yaradacağıq, misal üçün də. Burada export function, burada bir dənə export function, biz hooklardan birini danışırdıq. Use tem, misal üçün olsun da. Export function use tem. Və burada deyirəm ki, misal üçün də nə olsun? Const context olsun. Const context. Tak, use context mənə gələcək şeydən. Bu da bir use context. Bu React-ın hookudur. Hooklar da bizdə iki cürə olur. Hooklar da bizdə iki cürə olur. Bir var
bizim yaratdığımız hooklar, bax bu use mobile, use falan kimi, misal üçün bax burada use team bizim yarat. Bir də var ki use state, use effect, use memo. Bunlar da ki artıq hazır olmuş belə deyək də şeylərdir. Hooklardır. Yəni ki kitabxana tərəfindən bizə təqdim olunan kitab şeylərdir. Əgər kontekst yoxdursa, sadəcə olaraq mən deyirəm ki, mənə error ver, throw new error və return context. Konteksti buradan qaytarıram. Bu mənə nəyə görə şikayətlənir? Fast refresh, use a new file. Yaxşı, gəl burada use team bir dənə yaradıram hook. Bu provider idi. Use team. Tem.js olsun və bunu buradan götürürəm. Command X eləyirəm. Atıram bura. Use context mənə gəlir şeydən, React-dan. Tem context. Buradan deyirəm export. Export. O lazımdır. Tak, və burada da tem context-də deyirəm ki, gələcək buradan. Burada nə oldu buna? Bu sən nəsə fast refresh. Sənə də əlavə yaradım. Yaxşı, export default function. Bəs mən axı sənə burada necə istifadə edeyim onda? Tem provider, tem context. Ben bunu sana buradan tak. Eşitirsən Rüfət? Bəli. Hə. Deməli, tem toggle tem bu burada var. Bir dənə bunu mən export eləməliyəm. Bir dənə mən bunu buradan export eləməliyəm əslində. Function use tem. Yaxşı, indi buna baxarıq biz. Bugün bu işləyəcək, işləməyəcək əslində. Bu halda işləməməlidir. Yaxşı. Gəl bir dənə belə eləyək, bir dənə baxaq, yoxlayaq da. AppTSX, return router provider və hətta burada deməliyəm ki, mən bunu tem provider'a içinə bükməliyəm mən bunu belə. It's not defined. Tak. Hookların içindən bu mənə belə gələcək. Tak, bir dənə yoxlayaq görək bu məndə normal işləyirmi hal-hazırda. Tak, refresh edirəm, işləyir. Və mən navbarın içində bir dənə trigger gətirirəm. Navbarın içinə bir dənə trigger gətirirəm. Trigger mənə gəlsin şeydən deyək ki. Trigger mənə gəlsin hardan? Lucid Trigger məndə burada yoxdur. Tak, React Icons'da trigger bir dənə baxın. Trigger kitabxana buna ona görə bir dənə triggerə görə. Yaxşı, gəl belə eləməyək də, gəl belə eləyək. Light dart, dark dart eləyək hələ ki prosta. Tak, loginin yanında, logindən əvvəl deyək ki, toggle tem. Okay, toggle tem. Burada da deyəcəm ki, toggle tem 100 temdən mənə gələcək. 100 temdən mənə toggle gəlir.
const handle toggle tem. Tak ve burada diyeceğim ki handle toggle tem bu düzdür. Tak 100 tem mənə buradan gəlirdi. Export default yaxşı belə olsun. Tab to navbar tab 100 tem yenə nə istəyirsən. React hooks colored conditional. React hook must be colored same order every component. Bax belə yuxarıda olmalıdır. Da. Tak, handle toggle tem. Və mən deyirəm ki, buna handle toggle tem. Console log tem deyək. Tem deməyəm. Console log deyək ki, tem change. Hətta bunu burada deməyək. Bunu gəlib burada deyəcəm ki, mən burada bir CSS'im olmalıdır. Light, dark, dark, light olsun. Misal üçün dark'da olsun color bu, light'da olsun color bu. Background belə, bu belə, bu belə, bu belə. Okey. Və 100 temdə yox. Bizim burada tem provider'da da bu da belədir əslində. Burada mı eləyək yoxsa ki tem provider main TSX'də burada tem provider'dan tak tem provider'da value tem light dark dark light bir dənə yoxlayaq görək tem və console log tem initial tem belə olacaq tak və bir dənə reload edeyim bunu tak indi bu qaçdı məndən tak console provide don't provide tem context deyirəm də bu tem context burada export eləməliyəm mən export eləməliyəm tem context'i ki mən bax bunu burada istifadə edə bilim. Onda gəl bunu export tem yox. Nə fixliyim burada bu niyə buradan exporta şikayətlənir? Mən bir dənə o əslində narahat edir. Çünki mən buna TypeScript olsaydı, mən buna görə şey verərdim. Tem provider, tem bunu tem kontekstdə ayrıca yaratdı. Hə. Yaxşı bir faylda əslində ona şikayətlənir ki, bir faylda bunu eləmək yine. Yaxşı, Python eyni şey elədi, prosta bunu bura çıxartdı. Ayrıca çıxartdı ki, burada da bunu istifadə edə bilsin. Tak, yaxşı, bir dənə reload ataq. Toggle tem. Tak, elementlərə, body'yə. Hələ ki, heç nə eləmir. Deməli, main'də mən deyəcəm ki, tem provider'da tem'i də ki, mən buradan deyəcəm ki, import tem context əslində yox. Burada mən buna deməliyəm ki, tem bərabər olmalıdır temin özünə. Bax, belə olmalıdır, amma mən bu temanı görməyəcəm indi. Tem state və bunu əslində burada tem provider eləyirəm. Tem provider. Tak, tem provider mən bunu burada eləyirəm. Əslində olmasına.
Təqdir mən bunu fikirləşim. Team context de buradadır. Team provider da buradadır. Tak, bunu əslində kontekstlə mən ötürürəmsə, kontekst bunu hər tərəfdə tanımalıdır. Tak. Bir dənə ona bir dənə baxaq, görək. Tak. Senin tax. Yaxşı, gəl, mən bunu harda istifadə edirdim. Tak, main system. Gəl belə eləyək. Navbaranı. Tak. Buradan mən nə götürəcəm? Elə temin özünü. Team, toggle team. Burada diyeceğim ki console of team. Light dark, əla. İndi mənə prosta lazımdır ki burada mən bunu wrap eləyim də. Daha doğrusu o CSS klası elan edeyim. Toggle'ı klikləyəndə elə app'ın özündə mən çağırmalıyam burada bunu. Const temi mən buradan çağırıram. Tak. Router provider burada belədir. Yaxşı, gəl belə eləyək. Bu şeyin özündə, main TSX'in içində. Team provider. Yox, burada create root eləyirəm. Mən burada eləyə bilmərəm bunu. Router provider da aparır məni bura. Router provider'ı mən bir dənə cibin içinə əgər bağlasam, bunu belə eləsəm, bir dənə cib versəm bura. Class name, team, dark, light, dark. Bəli, və bunu da belə bağlasam burada. Əslində bu məndə düzəlməlidir. Const team, use team də mənə buradan gəlməlidir. Əgər team darkdırsa dark, lightdırsa light. Yəni, belə bir şey artıq bizdə oldu. Bunu düzdür mən app'də yox, main'də bütün body'yə verməliyəm. Bütün body'yə verməliyəm də. Team provider. Team provider məndə qəbul edirmi? Children qəbul edir ancaq. Children'ı qəbul edir ancaq. Amma bütün body mənə lazımdır ki olsun. Onu burada əslində burada eləyə bilmərəm. Strict modda da eləyə bilmərəm. Bunu burada wrap-ımı eləsəm, amma team provider'ın əvvəl eləyə bilmərəm də.
Bir dənə bura deyəcəm ki, cif və temdən asılı olaraq sən də app'in içinə bunu wrap elə. Yox, burada da eləyə bilməyəcəm. Mən burada bunu tuta bilməyəcəm. Çünki bu komponent deyil, bu rootdur. Tak, və məcbur oluram bunu burada eləyəm əslində. Tak, class name, bunu belə eləyək bura. Tak, bura deyəcəm ki, olsun lab app. App'a da deyəcəm ki, app transition nə toggle theme. Уже nəsə var. Prosta ki burada margin, padding sıfırlanıb hamısı. Tak, body, line, height, nə bilim nə bunu yığışdırıram. Vəbşi body'yə aid nə varsa hamısını yığışdırıram. Before, after, margin 0, padding 0. Bunları da yığışdıraq ki, indi düz olacaq. Toggle theme. Hoşum, plus minus bax belə. Və transition da verdik ki, orada transition app'a verdim. Orada transition verdim. Belə, haradaydı o transition, background color. Ki, bax bu formada görsən biraz smooth olsun da. Yəni ki, direkt dəyişməsin, belə rahat dəyişsin. Belə bir balaca effektini dəyişsin. Tak, deməli, bu da bizim use theme provider effektimiz. İndi gəl təkrar bunun üzərindən keçək. Biz burada nə elədik, necə elədik və bu nətər ümumiyyətcə işlədi bizdə. Tak, birinci theme context. Biz burada böyle bu formada context yaratdıq. Context. İndi bunu context-lə yoxsa ki, onu da qarışacaq səndə. Gəl hələ sən context-i yaxşıca mənimsəqinlə sonra state management-lərə keçək. Deməli, context. Biz bugün sənin hansı hooklar yaratdıq? Burada bax bu use mobile hooku yaratdıq. Use mobile hooku bizdə bax bu burger menü üçündür ki, bunu buraya bu formada gətirdim. Tak, indi bunun style'dan özün sonra düzəldərsən də bura gətirərsən, klikləyəndə indi onu da state-lə falan nəsə geçsin, gəlsin. İştirsən Rüfət? Bəli. Tak, bu use mobile hooku, use tablet hookunu sən özün yaradacaqsan evdə. İndi use theme hooku yaratmaq üçün biz əlavə olaraq bugün ikinci mövzumuz hooklardan alıb context. Context bizdə neyini? Context. Bax, burada bu state var da, görsənmi? Bu state var. Sən deyirəm. Belə bir state yaratmışıq. Hansı ki bizdə light'ı dark eləyir, dark'ı light eləyir. Yəni dəyişir bir-birlərinin arasında. Düzdürmü? Bu hissə aydındır. Bəli. Toggle theme də nə eləyir? Sadəcə olaraq bunların şeylərini dəyişir. Yəni ki, bu tema, bəli, bunu mənimsədir. Yəni ki, klikləyəndə bu dəyişsin, bu dəyişsin. İndi, bax bu theme context hansı ki biz yaratmamışıq. Bax burada create context. Context. Ümumiyyətcə use state. Adi bir dənə use state'imiz olsun. Da. Use state'imiz necə olsun? Burada yox. Hansısa bizim about səhifəmizdə bir dənə deyək ki, const theme yox, hansısa bizim bir dənə count olsun, set count olsun. Use state'e bağlıdır. Handle increment set count plus 1 ilə, düzdürmü? Burada button və count'u biz görəcəyik. Və mən about səhifəsinə geçsəm,
About səhifəsinə indi gəlsəm bura, belə. About səhifəsində about belə about səhifəsindəyik də. Tak. Increment, decrement hələ ki bu bunu belə götürürəm. Tak. Və deyirəm ki bura increment eləyəndə bunu dəyişkin. Bunu dəyişir. Mən home-a keçirəm, about-a keçirəm, gördüyünüz sıfırlandı. Increment eləyirəm, təkrar. Home-a keçirəm, mən reload eləməmişəm ha. About-a keçirəm, bu sıfırlanır. Düzdürmü? Deməli, handle, click, bye bye. Rüfət, eşidirsənmi? Eşidirəm. Tak, əla. Deməli, bax bu state bu about-a aiddir. Düzdürmü? Və burada nə baş verirsə, nə qədər ki mən about səhifəsindəyəmsə, nə qədər ki mən about səhifəsindəyəm də, bu burada keçərlidir. Sonra mən about-dan çıxdım, getdim home page-ə, reload eləmədim ha. Single page application-a qayıdıram, təzədən about-a, görürəm ki bu təzədən sıfırlanır. Mən amma bunu artırmışdım. Bu amma təzədən sıfırlandı. Getdi ora, qayıtdı bura, bu sıfırlandı. İndi isə mənə lazımdır ki, bax mən burada provider yaratmışam da. Provider nə edir? Light'ı dark eləyir, dark'ı da light eləyir. Düzdürmü? Temanı dəyişir. Mənə lazımdır ki, mən hər komponentdə, baxmayaraq ki, mən buradan çıxdım bura. İndi mən home-a gəldim, mən təzədən toggle eləməməliyəm ki. Düzdürmü? Bütün səhifələrdə bu keçərli olsun. İndi bu bunun öz konteynin öz style'dır. Burada görsən bütün application məndə bu dəqiqə qaradır. Loginə girsəm, login o root layout-a aid deyil deyə o öz ayrı şey. Halbuki burada da var. Biz buna style'lar vermişik sadəcə olaraq. Ona görə bu formadadır. İndi mən bunu dəzdən qaydacağım. İndi onu da dəyişəcək sonra. Tak, mən də enter bastım. Bu dəyişdi. Rəfət eşidirsən? Eşidirəm. Aha, okey, əla. Deməli, mən hansı səhifəyə keçid edirəmsə edeyim, hansı səhifəyə keçid edirəmsə edim də, məndə bax bu tema burada qalır. Halbuki burada mən bunu belə eləyəndə bu dəyişir. Kontekst bizə nə edir? Kontekst. Hansı ki biz burada tem provider'ına bu tem kontekst yaratmışıq. Tem konteksti bax burada yaratmışıq. Konteksti bax burada yaratmışıq. Görsən create context mənə React-ın özündən gəlir. React-ın hazır olunmuş bir metodudur. Create context yarattım, sonra tem provider'a bunu ötürdüm. Deyirəm ki, tem provider bunu dəyişkinə. Tem provider həmən bax bu temanı götürür, bütün səhifələrə initialize edir. Yəni ki, bir dəfə sən bunu dəyişəndə bütün komponentlər artıq bunu tanıyacaq. Yəni ki, yuxarı səviyyəyə qaldırır. Okey? Tək yəni ki, bu about da yox. Tək deyək ki, bu about da yox da. Mən bu toggle tem eləyəndə bütün layihəyə bunu yuxarı səviyyəyə qaldırır. Ta mən bunu reload eləyənə qədər. Reload eləyəndə bu da sıfırlanır. Okey? Reload yəni ki, bəli, context, reload olana qədər yaşayır. Bu əgər səhifə dəyişəndən dəyişənə qədər yaşayır. Bu toggle tem, reload olana qədər dəyişir. Ta o vaxta kimi ki, sən bunu backend-də ötürməyənə qədər, backend bunu verilənlər bazasında saxlamayana qədər və hər şeyi açanda, sessiyanı açanda sən backend-dən lazım olan temanı çəkirsən, hansı ki axırıncı user istifadə edir və onu ona göstərirsən. Amma o ayrı bir mövzudur, ayrı bir məsələdir. Tamam? Biz indi məsələmiz kontekstlə bağlıdır. Yəni reload olana qədər mən bura tanıtdığım tema yaşayır. Tanıtdığım burada provider yaşayır. Bu bizim kontekstimizdir. Bu bizim kontekstimizdir. Və o kontekstin üzərində mən bir hook yaratmışam. O hookdan mən gedib o tem konteksti tapmışam, götürmüşəm.
və bütün artıq hər yerdə mən bunu reuse edirəm. Mən çünki bax bu term provider'ı ona görə yaradıram ki, mən bunun içinə mənim bütün application'ımı wrap eləyim. Yəni ki, обертка eləyim. Bu bunun üçündür məndə. Okay, mən bunu temp provider'ı bura app'ı bunun içinə wrap elədim. Kontekstin içinə wrap elədim. Yəni ki, app məndə bu dəqiqə şeyin içindədir. Temp provider'ın içindədir. Amma onu götürüb bax bu cür formada da toggle temp. Hardadır məndə bu navbarım? İşlətmək üçün toggle tempi. Onun üçün mən ayrıca bir dənə hook yaratdım. Custom hook'dur. Mənim hookumdur. Və mən o hooku bağlayıram deyək ki, bu button'a temp deyək ki temp toggle button. Okay. Temp toggle button. Bunu bura wrap eləyirəm, yaradıram və nə qədər ki reload olunmayıb səhifə bax bu temanın bax bu provider'ın içində yaşayır. Okay? Aydın oldu. Biraz ağır dərs idi, düzdür yəni şeydə. Onu praktik eləyəcəm, biraz özüm işləyəcəm, beynim otursun. Tak. Bax, gəl bir daha da mən bunun üzərindən təzədən keçirəm. Yo, belə başa düşürəm. Prosta şeydir, yəni yadda qalmağa gərək yazım bunu. Bu yəni praktik eləməliyəm. Yaxşı, bir dəfə də mən bunun üzərindən keçim, sən də uje bir dəfəlik yadında qalsın, sonra da get yatmağa. Bunu da elə bir ki, məsələn göstərəm, sonra get yatmağa, yatanda yadında qalacaq, 100%. Bax, kontekst. React kontekstini mən sənə kitabxanasını göndərdim, amma nümunə olaraq göstərim necə işləyir kontekst. Bax, mənim burada bir dənə counter'ım var. Mən bunu dəyişirəm, buraya rahat görsəniz. Bir dənə counter'ım var. Bu counter state'dir də, düzdürmü? Hanı bu about səhifəsi? About səhifəsi. Belə bir state'dir. Düzdürmü? İndi bu sıfırdan başlayır. Mən bunu 5-dən eləsəm, 5-dən başlayacaq. 6-dan eləsəm, 6-dan başlayacaq. Məlik Məmməddən eləsəm, Məlik Məmməddən başlayacaq. Okay. Əslində mən bunu Məlik Məmməddən eləsəm, Məlik Məmməd. Səncə burada nə göstərəcəm mən counter şey eləsəm? Increment eləsəm. Bura nə verəcək mənə? Səncə? None verəcək, yəni not a number. None verəcək. Bax, belə gətirəcək bunun dalınca. Bir. Çünki stringə sən nəsə əlavə eləyəndə bu split rejimdə. Yəni ki, stringin şeyinə keçir. Yəni, bunu tutur. Set count'u tutur. Count Məlik Məmməddir. Onun üstünə hər dəfə bir. Yəni, bu ucu olur bunun üçün string. Birləşdirir də. Ona görə, yəni ki, bunu elə bir ki, bax, belə üstə gəl 1. Yəni ki, 1, bu belə gətirir. Yəni, stringə gətirir. Okay. Ona görə də stringə çevrilən bütün şeylər, stringlə işləyən bütün datalar, ona görə JavaScript tövsiyə olunmayan bir dildir. Nə mənada tövsiyə olunan bir dildir, söhbət ondur. Yəni, TypeScript ilə yazmaq lazımdır, bütün datalara tip vermək lazımdır. Hansı data, hansı tipləri stringlə işləməlidir. Ki, bax, bu cür konfliktlər yaranmaz. Okay. Tamam, yaxşı. Deməli belə. Bunu 6 deyirəm, 6-dan başlayır və sonra başlayır bir qalxmağa. O vaxta kimi yaşayır ki, mən bax bunu refresh edəyənə görə harası 6-ya təzdən qayıtdım. Gördüm. Harası gedirəm, qayıdıram, təzdən olur 6. Qaldırıram misal üçün 17-yə, 18, 21-ə getdim, qayıtdım, təzdən 6-dır. 6 da nədir? Mənim bu state'imin özüdür. Okay. Olsun hələ ki 1. Getdim, qayıtdım, oldu 1. Amma bu tema var, bunu bir dəfə dəyişmişəm mən.
və bütün səhifələrdə mənə tanınır. Hətta login səhifəsində də tanınır. Prosta login səhifəsində biz çoxlu şeylər vermişik də. Login formaya da login wrapper zat vermişik. Login wrapper zat vermişik də. İndi burada temanı tanıtsam, misal üçün də desəm ki, burada cons tem 100 temin içindən qaytar ginəm mənə və deyəcəm ki, login wrapper nədir məndə burada login wrapper? Login wrapper hardadır məndə login wrapper background olur belə. Okay. Və deyəcəm ki, dark login wrapper olsun belə. Deyək ki. Və burada deyəcəm ki, login tema darkdırsa dark, lightdırsa light. Bunu belə əlavə eləginən. Hətta loginə indi geçsəm, gördüm ki, login də indi məndə olacaq belə. Toggle tem eləyirəm, loginə qayıdıram, olur belə. Toggle tem eləyirəm, gəlirəm, olur belə. Eləyirəm, gedirəm belə, qayıdıram belə. Gördüm, yəni hər yerdə, bütün application'da məndə bu temanın provider işi oldu. Okay, yəni ki, qaraldı. İşləyir. Bu necə işləyir? Deməli, əgər state burada bu company üçündürsə, toggle tem, context, mən burada dəyişdirdiyim həmən bu dark light var ha, bax bu dark light var ha. Bunu qaldırıram ən yuxarı səviyyəyə ki, mən bütün layihəm, bax bu value-nu tanısın. İndi mən burada light dark vermişəm, istənilən mən burada şey verə bilərəm. Və bu o formada olandan sonra, mən belə bir provider yaradım. Provider yaratmaq üçün mən birinci konteksti initialize edirəm. Yəni React-dan bir şey eləmərəm. Bunu da burada ona görə əslində bu əgər hamısı bir şeyin içində olsaydı, həm 100 tem hooku burada olsaydı, hamısı burada olsaydı, hamısı bir yerdə olacaq. Sən bu qədər qarışmayacaq. Yəni bu əslində olmalıdır bax burada. İndi prosta sadəcə olaraq biz bu belə olmalı. İndi mən hələ ki burada eləmişəm. Bunu lazy loading üçün bunu yazmaq istədim. Amma bunu ötürdüm. Tem context JS file'ına. Bak. Okey. Tem context JS file'da buradadır. Deməli, bunu buradan tapdım. So, context'tir. Bax, bu məndə context'tir. Belə bir create context yaratmışam. Okey, indi adı istədiyin kimi qoya bilərsən. Adını. Burada bir dənə state yaratdım. Hansı ki, light'ı dark'a dəyişir. Dark'ı sadəcə bax, bu state'i mənə ən yuxarı səviyyəyə qaldırmaq lazımdır ki, bütün application'da, bütün səhifələrində bunu tanısın. Və toggle eləmişəm də, sadəcə light'ı dark, light'ı. So, və bu tem context-nə bu value-nu qaldırmışam yuxarı. Və bu toggle temə də, bu toggle temə şey vermişəm. Nədir adı? Bütün layihədə elə bir ki, dostluq vermişəm. Navbarda mən onu çağırdım, toggle tem şeyini. Navbarda çağırdım mən bu metodu. Gördüm, toggle temi burada çağırdım temlə bir yerdə və tanıtdım buna. So, bu kadar basit. Hətta mən bu temanı burada harda işlətdim? Console log tema, bu burada mənə lazım deyil əslində. So, onu sadəcə yolu göstərim. Toggle tema bir dənə lazım. Nəyə görə? Çünki burada toggle tema buttonu var. Hə. Onu klikləyəndə mən bunu elə bir ki, bu şeyin içində, provider'ın içində. Mən buna bütün şeydə, context'in provider,
Bütün application'da bax bu iki dənə həm dəyişənə, həm bu value'ya dostluq vermişəm. Və o dostluğu göstərmək üçün aparmışam bax bu app var ha, mənim bütün app'im var ha. Onu salmışam bax bu term provider'ın arasına. Ona görə burada children mən qəbul eləmişəm. Children sənə izah edirdim. Bütün app buradadır bu dəqiqə. App'daki router provider'dır. Children app'dır. Bütün app buradadır bu dəqiqə. Və bunun arasındadır. Okay? Ki bax bu term provider bütün səhifələrdə işləsin. Routerımız falanımız hamısı düzgün işləsin. Və bunun üçün ki bu rahat olsun da mənə bunu istifadə eləməyə, dəyişməyə eləməyə, bunun üçün bir hook yaratmışam. Konteksti götürmüşəm. Use context React-ın özündən. React-ın öz komponentidir. Use context React bizə təqdim edir. Konteksti sadəcə olaraq hər yerdə qaytarıram. Всё. Yəni ki, term provider işləsindir. Nəyə görə? Bax, məndə navbar var da, navbar. Navbarda görsən 100 temi işlədirəm. Toggle tem, 100 tem. 100 tem hookunu custom olaraq yaratmışam ki, məndə bax bu toggle tem hər yerdə işləsin. Всё. Bu qədər basit. Okay? Bir dənə təkrar olaraq bunun ən belə şey variantında, ən basit variantı mən sənə bunu izah elədim. Bugün biz nələr keçdik səninlə? Bugün biz birincisi öz custom hooklarımızı yaratdıq. İkincisi outlet'i təkrar elədik. Children'larla təzədən tanış olduq. Children'ları biz istifadə elədik. Provider yaratdıq tema üçün. Kontekst keçdi. Konteksti istifadə elədik və kontekst üçün də biz ayrıca bir hook yaratdıq və o hooku da təzədən biz bütün layihədə istifadə elədik. Okay? Bunu da commit edirəm sənə. Bugün xeyli dəyişikliklər olub. Bütün layihələrimizdə 3 dənə commit oldu. İndi növbəti dərsimiz 3-cü gün olacaq. 3-cü gün inşallah təzədən yarışarıq. Hər şey qaydasında olsun. Onsuz bu dəqiqə bayramlardır. Əgər səndə də bayramlardırsa mütləq deyil. Axşam bu vaxtda eləyək. İstəsən gün orta vaxtlarında da eləyə bilərik dərslərimizi. Belə. Bugünlük bu qədər. Mənə nəsə sualın, qaranlıq qalan yerin qaldısa denə. Xeyr. WhatsApp-dan yenə link atası kitabın, yoxsa da həminki linkə girim götürüm? Həmən linki linkdir. Daimi olaraq həmənki eyni linkdir. Ala bu dəqiq təkrar olaraq onu